Dəyərli izləyicilər, Xırdalan şəhərinin mərkəzində Heydər Parkının yaxınlığında əsas prospekt yol kənarında yeni tikili 12 mərtəbəli binanın 6-cı mərtəbəsində müsahibi 88-86 kvadrat təşkil edən qanuni 2 otaqdan 3 otağa düzəlmə mənzilimiz satışa çıxıb. 60-70% demək olar ki, əşyalar qalacaq. Yel çəkən mənzildə əziz dostlar. Hər iki tərəfə mənzilin baxışı var. Elit binalardan biridir. Prospektdə Heydər Parkının yaxınlığında yerləşən Ülkər lahmacunun qarşısındakı binada əziz dostlar. Binanın 2 sürətli lifti var. Qonaq otağından çəkişə başladım. Kondisioner sistemi ilə təchiz olunub. Qiymətə daxildir. Bəzi əşyalı satılır. Demək olar ki, 60-70% əşyalar qalacaq. Sizə digər hissələri təqdim edim. Əsas çöl qapıdan daxil olduqda geniş belə bir dəhliz hissəsi. Dəhlizin qarşısında sanitar qovşaqları, sanuzelləri ayrı-ayrılıqdadır əziz dostlar. Tam yaşayışlı bir mənzilli. Qarşıya irəlilədikdə sol tərəfdə, dəhlizdən sol tərəfdə uşaqlar üçün yataq otağı. Burada isə böyük yataq otaqdır əziz dostlar. Bu otaqda mebellər, yataq mebelləri hamısı qiymətə daxildir. Sadəcə olaraq beşik və yük yığılan kravat götürüləcək. Bir daha dəhlizi ilə tanış olaq. Və geniş belə bir mətbəx hissəsi. Mətbəx mebeli qiymətə daxildir. Paltaryan qiymətə daxildir. Qalan elektronik əşyalar hamısı çıxacaq əziz dostlar. Bir də bu aspirator qalacaq. Evin isitmə sistemi kombidir. Buradan eyvana da yel çəkən mənzildir. Bir daha qeyd edirəm. Kupçalıdır. Sol tərəfdə dərin dolap yığılıb. Sağ tərəfdə isə kombi sistemi ilə və pneumatika ilə təchiz olunub. Hər iki tərəfə mənzilin baxışı var. 142.000 manat Kupçalı dövlət ipotekasına yararlıdır əziz dostlar. Binanın 2 sürətli lifti var. Bir daha qeyd edirəm. Heydər Parkına çox yaxın bir ərazidə Təzə Bazar, Köhnə Bazar 2 və 9 sayılı məktəb elə bir yerdə yerləşir ki, ərazi olaraq hər tərəfə əyaqla 1-2 dəqiqəlik məsafədədir dəyərli dostlar. Ətraflı nömrə profildə qeyd olunacaq. Nömrə ilə əlaqə saxlayın. Kanalımıza abunə olmağı unutmayın. Bu günlük bu qədər.